Bugün Azərbaycan futbol yığması öz tarixi ərzində ən zəif futbol komandası üzərində ən böyük hesablı qələbəsini 6-1 qazansa da zəif komanda imicini qorumaqda davam edir. Axırıncı aşırımda Abbasqulu bəyin Qəmloya dediyi gücü arvadlara göstərirsən məsəli yada düşür. Eşeğe gücü çatmayan palanı tapdalayar. Cəmi 2 hektar yarım ərazisi, 3 cüt bir tək əhalisi olan ölkü üzərində qələbə çalmaq qaliblik eyforiyası deyil. Belə yığmanı ən adi kənd komandası da uda bilərdi. Komandamız özündən güclü rəqibə məğlub olsa, bu qələbənin müvəffəqiyyətinin baş gicəllənməsi kimi qələmə veriləcək və futbolumuz qələbə çalmaq üçün özündən qat-qat zəif komandalara gücünü göstərməkdə davam edəcək. Baş gicəllənməsi ardıcıl şəkildə gələcək. Turşulu aş bizim diktorumuzun dediyi kimi kiməsə qismət olacaq və bunu tarix göstərəcək. Hələlik nə qədər ki bölgələrdə futbol stadionları Masallıdakı Anatol Banişevskinin adını daşıyan meydançalar kimi zəbt olunub, futbolumuz yerində saymaqda davam edəcək. Çünki tamaşaçı kütləsi və əsl istedadlar bölgələrdə, ucqarlarda yaşayırlar və orada da itib batırlar. Bremen musiqiçiləri düşərgəsində olan və düşüncəsində olan Affa futbola rəhbərlik edə bilsəydi, Masallıda göz önündə Anatol Banişevskinin adını daşıyan futbol meydançası zəbt olunmazdı və belə zəif bir komanda ilə nüfuzlu bir yığma komandası adlanan Azərbaycan yığması görüş keçirməzdi.